Bakı şəhər Suraxanı rayon Yeni Romanı Samir Əliyev 19 ünvanında inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazənin olmadığı bildirilir. Yeni xəbər orqan məlumatına görə son illər ölkə ərazisində qanunsuz tikililərin qarşısının alınması üçün dövlət qurumları tərəfindən aparılan tədbirlərə baxmayaraq, hələ də bu problem qalmaqda davam edir. Qanunsuz tikililərin gizli yayıldığı ərazilərdən biri də Bakı şəhəri Suraxanı rayonu olması barədə mətbuatda dəfələrlə məlumatlar dərc edilir. Məlumata görə Suraxanı rayon Yeni Romanı qəsəbəsi Samir Əliyev 19 ünvanında heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan obyekt tikilir. Qeyd edək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Ancaq Suraxanı rayon Yeni Romana qəsəbəsi Samir Əliyev 19 ünvanında inşa edilən obyektlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında məlumat yoxdur. Bu isə o anlama gəlir ki, inşa edilən obyektlə bağlı aidiyyatı qurumların rəsmi icazəsi yoxdur. Tikintiyə özünü qazi kimi qələmə verən Ramin adlı maklerin rəhbərlik etdiyi, ancaq obyektin əsl sahibinin başqa sahibkar olduğu bildirilir. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.